İlk önce hamınızı salamlayıram əzizlərim. Cənub Futbol Klubunun yeni filialı açılışını açıq elan edirəm. Binə komandası və Cənub komandasını almışlar. Meydan dəvət buyursunlar. Gel. Alkışlarınızı istəyirəm. Futbol Klubunun yeni filialı münasibətilə Qurbanlıqdan özünü söz demişdim. Son zaman olmuşdu söz, uğurlu gələcək, Cənubla gələcək. Ümid edirəm ki, sayıları 2 yox, 20 olanda bizə mən açılışa gələcəm. Hər dəfədə açılış olanda mən könül canlıdan burada olmağa çox böyük sevinç və qurur ilə buradayım. Əzizlərimiz, gəlin, çox uzatmayaq, bazı köprülərimizdə meydandadır. İlk öncə hamımıza dəyərli olan, qəlbimizdən fərəh, başımızdan əski olmayan, ruhu cilamızdan, ana laylamızdan bizə dəyərli olan sözləri Əhməd Cavadın, bəstəsi Üzeyir Hacbəyov olan, milli kimliyimizin, milli dəyərimizin və milli özlüyümüzün özü müqəddəs laylamız Azərbaycan himnini işləyir. Bayrak kimliyim, bayrak öz yurduma, öz hakimliyim. Arda ecdadlarımın ayaqısı var, bayrağım bax orada dalğalanacaq. Mən fəxr edirəm ki, mən Azərbaycan Respublikasının vətəndaşıyım. Bu ünlərin doğduğu o məktəbin ilkin nümayəndəsi
İlham Əliyevin başçılıq etdiyi bu ölkənin Ali Baş Komandanın zəfər yürüyüşündə addımladığı o iri addımlarla Qarabağ torpağını azad etmiş həmin ölkənin vətəndaşıyam və buna görə də sizlə bərabər qürur duyuram. Bəli. Ən öncə söz Allah sözü Bismillah tanıtır, xeyirli olsun əncübə deyirəm və Allah kəlamının yanında deyər saqqal duası olar, xeyri olar. Əqar və bizlədir, istəyir yol dəvəti yolda gəlsin, öz xeyri duasını bizə edək. Öz navcıqlarımız var. Ben de şadım ki benim bir açmışta ısrak eliyle sağlar sağlar. Alkışlarımız tabii ki doğrular, mübarekler yetiştiren torpağın duası Aksaqqalın ardından dediği kimi böyle bir söz olmalıydı ki unutma olmaz. Bəli, zəfər yürüyüşünü qanıyla torpaqlara almalı, çox unutmuyor. Yəqin ki buradan kifayət qədər hamısı intelligent adamlardır. Var, yeraltı sərvətlər, coğrafyada var yeraltı sərvətlər, sözün qızıl olsun veya da kömüsü olsun, neft olsun. Ama bizim bugünkü gün yeraltı sərvətlərimiz şehitlerimiz. Sizdir. Yani onlar torpağa değil əvvəli olarak gəlmişsə olur. Bəli, daha bir dualımız var və bizlə bərabərdə bulsun, öz değerli fikirləriyle bizi həmşad etsin. Almışlar aramızda bir yerdə. Sana bu olmalı. Ben ilk devrede olan rəhbərlə, oranın rəhbərliyinə, emirlərlə minnətdarımızı bildirir ki, uşaqlara belə necə münasibət bəstirlər, necə onlara can yandırırlar hər şeyə. Mən arzu edirəm ki, gördüyümüz zaman oğlan dedi ki, sərvətlər, bizim yerüstü sərvətlərimiz bu zaman uşaqlardır. Ben arzu edirəm ki, gələcəkdə bu zaman uşaqlarının da Azərbaycanın fəxri, Azərbaycanın futbol aləmində adları çəkilsin. Onlar da, biz də onlara baxayın, 2011 mən bilmirəm, sizdən inşallah çatlar olur. Gözəl bir futbolistlər olsunlar və biz də yaxınlıq olan kənd-kəndlər bunlarda belə bir futbol oynayırlar, belə bir rəhbərləri olmalı. Mən sizə müvəqqətləri arzu edirəm. Arzu edirəm ki, can sağlam sizə. Sağ olun. Ve bizle beraber Yanı Futbol Klubu'na hemsine binen komandasına tanış olan bir sima var. Anar Bey alkışlarımızla bu kürsüye, bu söz meydanı davet edeceğim. Alkışlarınız. Anar Bey buyurun. Alkışlar var sana. Şu an sizin çok gördüğünüz siyasetler var. Salamlayıram hamısını, hoş geldiniz. Əvvəl təbrik edirəm. İnşallah ardı gəlsin. Biz də Bina Futbol Klubu olaraq Yaxın tut, yaxın. təbrik edirəm.
Ve bizle beraber Yaşar Bey değerli bizim Bine komandasının kapitanının atası Ali Bəbirzade'nin atası Reşat Bəbirzade bizleri adı selamlarımızla ben karizmatik atlarla gelin Reşat Bey. Təbrik edirəm. Xeyirli olsun. O gün olsun, finalları çıxalsın, böyüsün. Uşaq futbolu inkişafı Azərbaycanda yüksək olsun. Əbdül qardaşımı da xeyirli olsun. Nəftərəm. Ve uşaqların intizarı çok saxlamamaq üçün dəvət etdiyimiz burada çok az söz veririk. Üzülü bilsinlər, yəqin özləri anlayırlar ki, bu soruyu uşaqlar ve savaş əvətiyle mən anlayanla qınamazlar. Sözümüz çoxdur, bizim söz sinəmiz arxası dastan dönər, amma uşaqlara görə bəzən satmalı olur. Dahi Bey tarih edir, dəvət edirəm, o gəlsin sözü desin, alqışlarımıza bir yeri sənə futbol qolunu qarşıda etsin. Sözlerden sonra İlk öncə Canlı Futbol Klubunun bir açılışında iştirak edən valideynlər, uşaqlara hər birinizə təşəkkür edirəm ki, bizim yanımızdasınız. 6 ay ərzində ikinci filialımız açılır. İnşallah bizim Canlı Futbol Klubu olaraq məqsədimiz uşaqların səmərəli vaxtlarını keçirmək, pis vərdişlərdən uzaq olmaq, birinci növbədə yəni orada zaten 60-70 uşağın içində 3-4 peşəkar futbolçu çıxacaq. Sadəcə uşaqların pis vərdişlərdən uzaq olmaq biz təmin edirik, əlimizdən də gəlirsə onu edəcəyik. Bir də yəni indi hal-hazırda Bakıda yəni klub sayı çoxdur. Amma bizim proqramımız düzgün inkişafdır, uşaqlara futbolu düzgün öyrətməkdir, düzgün yanaşmalarıdır. İnşallah ki, bu nə qədər azadırıq bilmirəm, onu valideynlər sizlər görürsünüz, qiymətliysiniz. İnşallah ki, uşaqlarımız, futbollarımız hər şey yaxşı olar. Çox sağ olun. Zahid Qodama, deməli, Əbdül Bəy dəvət edəcəm, gəlsin mənim sağlıma, zəhmət olmasa. Bu açılış bir məxsusilik, xüsusilik də var, bugün təsadüf etməyimiz. Əslində təqvimlər, bütün dünya təqvimdə belə bir şey var ki, gündüzlərdir, gecələr hesablanır. Yəni gündən gecələr hesablanır. Bütün dünya təqvimdə. Miladi təqvimdə, hicri təqvimdə, bütün təqvimlər buzulur. Bir neçə saatdan sonra Cavit Bey'in ad gözülür. Əbdül Bey'e ilk önce verəcəm müdürə sözlərdirsin və özünə məxsus bir təbrik növü var idi, ait var idi. Bir var xalis, bir var xüsus, yəni məxsus. Bu insanın özünə məxsus olan bir şeydir. Əbdül Bey'in də özünə məxsus bir təbrik üsulu var idi. Alqışlarınızla Əbdül Bey'e verirəm. O prezidenti, Canlı Futbol prezidenti. Erdoğan salam, hoş gəlmişsiniz. Bugün Bakı Okulların açılışıdır, hamı salamlayırlar. İnanıram ki, bu istiqamlar uşaqlar çıxacaq. Sabahda Qalıqların valideynə ilə xüsusi bir hədiyyəmiz var. İstəyərdim ki, onu təqdim edir valideynlər. Alqışlarımız. Şəhətli olaraq da mən günələri təbrik edəmişəm özünə məxsus. Düzdür, günəyə hədiyyə verməzdir, amma təbrik edəmişəm 38 yaş günərlərin bir meydanda bir gol vurdu ki, 38 yaşa bənzəmir, artıq 19-20 yaşa bənzəyir. Maşallah. Və alqış sədalarınızla səni təbrik edirəm. Qurbanım da olsun, minnətdaram. Hər sizin diqqətinə görə və oyun başlayacaq əzizlərim. Sizə də əziyyət verdim. Diqqətinizi mənə yönəltdiniz. Minnətdarlığımıza təşəkkür edirəm. Öz-özünüzü alqışlayım və sağlaşıram və açılış mərasimini tapmalayam. Sağ olun, sağ olun. Sağ olun müəllim.
Və çəkiliş.